Gördük hörmətli izləyicilər, bu gün mühasibatlıq üzrə əsas olaraq birinci dərsimizə başlayırıq. İlk növbədə mühasibatlıq nədir, mühasibatlığı necə öyrənmək olar? Belə bir şey qeyd edeyim ki, çox yerlərdə, çox təlim yerlərində mühasibatlıq üzrə keçirilən təlimlərdə İnsanlara təriflər ilk növbədə öyrədilir tələbələrə. Yəni amma bu yanlışdır. Yəni bir şeyin mahiyyətini izah etmədən onun daha çox təriflərini öyrədib təriflərini soruşma üzrə gedəndə bu yolla tələbələr çox şey öyrənmir. Ümumiyyətcə mühasibatlığın nə olduğunu mən hər bir şeyi dərslər lori cəhətdən izah eləyəcəm ki, sizə bir şirkətin, məsələn, hər hansısa bir şirkət, müəssisə, ümumiyyətcə bir obyekt, subyekt düşündü, baş verə biləcək bir hadisənin olduğu yer, orada baş verən proseslərin, bütün proseslərin qeydiyyata alınması, onların nəzarətdə saxlanılması, rəylər bildirilməsi, sonda hesabatlar hazırlanıb müəyyən bir analizlərin çıxarılması və bunların hər biri mühasibatlığa daxildir. Maliyyə və mühasibatlıq sferasına daxildir. Və mühasibatlıq üzrə bu işləri görənlərə indi bizim dildə mühasib deyilir və mühasiblər əsas olaraq mühasibatlıqla bağlı terminləri bilməlidir. Bu terminləri də biz növbəti dərslərdə daha sonra izah eləyəcəyik. Məsələn, adi bir malın alışı və satışı ilə bağlı olan bir şirkət təbii ki, mal nədir bilməlidir, satış nədir, alış nədir, pul vəsaiti nədir, kassa nədir və bu hər bir şeyi mühasib dərindən və dəqiq bilməlidir. İstifadə olunan terminləri. Öyrənmə metodları mühasibatlıq üzrə, yəni tövsiyə etdiyim kimi, daha çox termin və ya tərif və ya hər hansısa bir qanunvericiliyin, məsələn, vergi məcəlləsi olsun, mülk məcəlləsi olsun, oturub əzbərə yox, mahiyyətini başa düşə-düşə öyrənmək lazımdır. Və bu zaman həm vergi cəhətdən, həm nə vaxtsa bir sahibkarın qabağına hesabat qoyan zaman daha yaxşı bir mühasibin izah etməsinə və bir mühasib kimi formalaşıb daha yüksək yerlərə çatmanıza kömək edə bilər. Dərslərin qısa icmalında belə bir şey qeyd edim ki, bundan əvvəlki dərsdə hər bir şeyi izah etmişdim. Biz ilk növbədə mühasibatlıq üzrə mühasibatlığın əsas özəyi olan aktivlər, kapital, öhdəlik haqqında danışacağıq və bunlara qısa toxunacağıq və bundan əlavə olaraq biz əlavə bir dərslər də çəkəcəyik ki, bu dərslər gündəlik mühasibin həyatında görəcəyi və qarşılaşacağı problemlər və ya iş həyatında ola biləcək ümumi olaraq işlərdir deyək. Yəni bir gün mühasib ödəniş edir, hər hansısa bir yerdən, məsələn, mühasiblər çox yaxşı bilir, reklam agentliyindən ödəniş ödəməlidir və bu ödəniş digər ödənişlərdən biraz fərqli olduğu üçün müəyyən suallar doğurur. Məsələn, bunların qısa icmallı videolarını da hazırlayıb paylaşacağıq ki, səhifə, ümumiyyətlə bütün sosial şəbəkələrimiz hamıya yaralı olsun. Bu günlük bu qədər. Dərslərin hər birini qısa çəkirik ki, həm yorucu və bezdirici olmasın. Diqqətiniz üçün təşəkkür edirik. Növbəti videolarda görüşənədək.